qaranlıq var. Mən də ərinmədim, durdum. Dedim ki, yox, mən buranı bu dəfə yığışdıracağam, sərgiyə salacağam. İnanırsınız ki, mətbəxdə o qədər boşqab dəstləri var ki, bu hələ kiçik bir hissəsidir. Bütün şkaflar ağzına qədər doludur boşqabla. Bilmirəm ki, mamam niyə belə eləyib. Deməli, qızlar, öncə boşqabları sərgi ilə çıxartdım, qoydum çölə. Daha sonra altına süfrə sərmişdim, süfrəni götürdüm. Belə bir şəkildə buranı hazır etdim. İndi isə keçirəm üst hissəyə. Üst hissədə bəzi ərzaqlar da var imiş. Bura qoymuşam. İndi isə evdə itən əşyaları tapıram. Belə bir krant filtri vardı. Kranta taxanda ağırlığından krant az qaldı qırıla. Bu da hal-hazırda ətrafdır. Ətraf aləmi görürsünüz. Orada da Əşrəf Rüyanı qoşmuşam. Təəssüf ki, bu dəfə YouTube'da vermirlər deyəsin. Google'dadır sadəcə. Bir də gördüyünüz kimi istifadə etmədiyim qabları da həmin o korobkaya yığdım. Onu da qoyacağım kənara. Belə bizdə çoxlu səyahət üçün boşqab, çəngəl, bıçaq falan var. İstifadə edib atmaq üçündür. Bir də vardı, onu da qoydum ora. Ətraf da bu şəkildədir. Bunları da səlqə ilə düzəldib qoyuram yenidən şkafa. İndi isə ərzaqlarımı yığmaq istəyirəm belə bir qəşəng səlqəli qablara. Mən həmişə ərzaqları belə qablarda saxlayıram, amma çalışıram ki, ağızları bir damcı da olsa açıq olsun ki, qurtlanma və yaxud da ki, başqa bir xarab olmaq kimi bir şey olmasın da heyfdir. Aha, belə streçləyirəm, streçin yarısında açıq qoyuram. Belə bir qıf hazırladım. Bunu kağızdan da eləmək olar. Yumru düyünü də tökdüm qaba. İndi isə bura qalıb. İnanırsınız sadəcə 2-dir hardasa. Belə səlqə ilə yığdım. Allaha şükür buranı səlqəyə sala bildim. Mənə elə gəlir ki, insan nə qədər təmiz olsa da səlqə olmayandan sonra o təmizliyi də görünmür. Bilmirəm sizə də elə gəlir yoxsa yox. Mənə elə gəlir ki, belədir. Bunları da biraz qalmışdı. Yumru düyündən qreçkoları da tökdüm və buraları da qəşəng səlqəyə salıram. Boşqablar vardı, onları qoydum yerinə. Bunları isə yudum. Burada isə vlog bitir, qızlar. Hər kəsə təşəkkür edirəm. Sağ olun, hoşça qalın, mutlu qalın, gözəl qalın. Həmişə gözəllikdə qızlar. Kanalı takip edib, mənə dəstək olmaq üçün xahiş edirəm, yorum yazsın hamı. Yorum yazanda dəstək olursunuz, sağ olun.